Allahın adıyla salam dəyərli tamaşaçılar, hər vaxtınız xeyirli olsun. Mövzumuz niyyətdir. Yəni insan niyyətində gərək düz olsun. Yəni niyyətini Allah üçün etsin. Əgər bir insan niyyətini özü üçün etsə və yaxud qonşu üçün, qohumu üçün etsə, bu düzgün niyyət sayılmır. Yəni insan bütün işlərini Allaha xatir etməlidir. İndi biz görürük ki, cəmiyyətdə bəzi insanlar var ki, kimsəsizlərə, kasıblara yardımlar edir. Əgər onlar niyyətlərini Allaha xatir etsələr, təbii ki, Allah da təbii ki, bu niyyətləri qəbul etsə, təbii ki, o zaman savab vardır. Əgər bir adam desə ki, yox, mən Allaha xatir bu işi etmirəm, mən bu işi o cəhətdən edirəm ki, bir yetim adama, yetim uşağa kömək edirəm ki, bu uşaq böyüsün və gələcəkdə mənim əlimdən tutsun, yəni mənə təzədən yardım eləsin. Təbii ki, bu niyyət düzgün deyil. Hətta bəzi yerlərdə ola bilər ki, günah da olsun bu niyyət. Və bundan da əlavə, ola bilər bəziləri desin ki, mən kasıblara yardım edirəm ki, gələcəkdə mənim də vəziyyətim pis olanda bu insanlar gəlib mənə yardım etsinlər. Bu niyyət də düzgün deyil. Çünki niyyət Allaha xatir olmalıdır. Əgər bir insan, təbii ki, digər bir insana pul verirsə, yemək verirsə, ya paltar verirsə, bu iş Allaha xatir olmalıdır və niyyəti də bu olmalıdır ki, Allahım bu paltarı, bu pulu və yaxud hansısa bir əşyanı sənə xatir verirəm və heç kimlə də heç nə ummuram. Hər şeyi səndən umuram və sənə yaxınlaşmaq niyyəti ilə bu işi etdim, yəni savab niyyəti ilə etdim. Təbii ki, Allah da qəbul eləsə, özü bilər. Bu işdə biz, yəni, o qədər də məlumatımız yoxdur. Yəni, niyyət ki, qəbul oldu, deyildi və savabı da inşallah ki, verilər. Bəzi işlər də var ki, biz görürük ki, sosial şəbəkələrdə bəzi insanlar videolar çəkirlər, kasıblardan, kimsəsizlərdən sosial şəbəkələrə qoyurlar. Əgər bu iş Allaha xatir olsa, desə ki, mənim niyyətim odur, Allaha xatir bu videonu çəkmişəm, kasıblara yardım olsun, yəni köməklik olunsun və yaxud bu videonu çəkməklə mən insanlarda şövq yaradıram ki, kimsəsizlərə yardım edin, Allaha xatirdir, bu iş düzdür. Amma yox, bəzi insanlar da ola bilər ki, desinlər ki, mən videolar çəkirəm, sosial şəbəkələrdə paylaşıram və bəyənmə, rəy yığıram, özümü tanıtdırmaq istəyirəm. Təbii ki, bu iş riyadır. Yəni, burada özünü bəyənmək var, özünü məsələn göstərmə var. Bu iş Allaha xatir olmur. Yəni, iş Allaha xatir olmalıdır. Və bundan da əlavə, insanlar etdikləri bütün əməllərdə Allahın işini görməlidir. Necə? Yəni, bir adam hansısa bir işi görürsə, desin ki, ya Rəbbim, sənə xatir bu işi görürəm. Yəni, mən burada sənə yaxınlaşmaq niyyəti ilə edirəm. İnsan əgər Allah üçün işlər görməsə, ola bilər ki, biri də desin ki, mən özüm üçün işlər görürəm, Allah üçün iş görmürəm. Təbii ki, burada savab yoxdur. Ola bilər ki, bəzi yerlərdə də günahlar olsun. Əgər insan Allah üçün çalışsa, yəni daha da Allah üçün işlər görsə, təbii ki, bu işləri mərifətlə etsə, niyyət də düz olsa, inşallah ki, Allah da rəhm eləyər, onun əlindən tutar və o adam Allaha yaxınlaşar, sonda da aqibəti xeyirli olar. Bunları sizin nəzərinizə çatdırdım ki, mən də xeyrə vəsilə olum və sizdən də dua istəyirəm. Salamat qalın, gələn görüşlərədək.